Yəqin ki, göy banan haqqında eşitmisiniz. Bəli, bu bir meyvə deyil. Bu Avropanın ən əsas iqtisadi dəhlizlərindən biridir. Cənub-qərbi İngiltərədən İtaliyanın şimalına qədər uzanır. Avropanın ən sıx əhali yerləşən və ən yüksək üdəymə sahib olan bölgəsini əhatə edir. Avropanın xəritəsini təsəvvür et. Bu zona Manchesterdən başlayaraq London, Brussel və Frankfurtdan keçib Milana qədər böyük bir qövs əmələ gətirir və qitənin ən çox sənayeləşmiş və şəhərləşmiş regionudur. Bəs onu bu qədər xüsusi edən nədir? Sadəcə olaraq Avropa əhalisinin 25% bu zonada yaşayır və bu bölgə ümumi iqtisadiyyatın böyük bir hissəsini yaradır. Göy banan zolağındakı şəhərlər sənaye, maliyyə və texnologiya sahəsində ən əsas mərkəzlərdir və müasir nəqliyyat və ticarət yolları ilə bir-birinə bağlıdır. Adına gəldikdə isə təsadüfən seçilməyib. Ən yüksək üdəymə malik olan bölgələri xəritədə birləşdirdikdə onların forması banan şəklinə bənzəyir. Göy rəngi isə Avropanın kimliyini və simvolikasını ifadə edir.